Salam əziz və dəyərli izləyicilərim, dəyərli bacı qardaşlarım. İndi sizə elə bir maska deyəcəm ki, inanın Allaha. İnanın Allaha ki, gəlib mənə dualar yazacaqsınız. Çünki mən özüm etmədiyim, xeyrini görmədiyim heç bir şey sizə demirəm. Və onu deyim ki, məni tanıyanlar bilir ki, üstünüzə sağlıq, sizdən uzaq. 9 dəfə narkoz qəbul etmiş insanam. Üstünüzə sağlıq, bir neçə orqanım yoxdur. Ən ağır əməliyyatım isə olub açıq beyin əməliyyatı, saçımı qırxmışdılar. Beyin əməliyyatı olunanda üstünüzə sağlıq, sizdən uzaq saç qırxılmalıdır. İnanın ki, artıq orqanizmim elə bir ölü bir vəziyyətdə idi. Saçım elə bir vəziyyətdə tökülmüşdü ki, insan içinə çıxa bilmirdim, üstünüzə sağlıq. Çox gözəl də saçım var idi, dəhşət dərəcədə tökülmüşdü. Bəziləri sual verir ki, Məryəm xanım, bəs niyə sizin öz saçınız uzun deyil? Bu mənim stilimdir. 15 ildən artıqdır ki, bob kare stilində kəstirirəm. Lap az uzanan kimi məni darıxdırır, yenə gedib kəstirirəm. Yəni, bəzi insanlar bilir bob kare nə deməkdir. Mənim əzizlərim, mən indi sizə deyəcəyim ucuz bir maskadır. Bir həftəyə özünüz dəhşətə gələcəksiniz. Ağdaşlılar demişkən məhdəl qalacaqsınız. Mənim əzizlərim, istəyir bəylər olsun, istəyir xanımlar olsun. Keçəl yerə də, saç tökülən yerə də vuracaqsınız, özünə də vuracaqsınız. Nə gedir? Ucuz bir şey. Qarçitsa, xardal. Bu saçqa ilə zadla yelirik, bax o xardal. Çalışın, tozunu eləyin. Desəniz, Məryəm xanım, tozunu hardan alaq? Düzdür, Rusiyada hər yerdə satılır. Azərbaycanda isə tozunu aptekdən ala bilərsiniz. Elə Rusiyada da aptekdə də var. Deməli, tozunu belə paketlərdə, paçkalarda satırlar ki, öskürək üçün, sinəyə qoyulması üçün. Elə qarçitsa yazılır üstünə. Aptekdən ala bilərsiniz. Nə istifadə? Amma mən sizdən xahiş edirəm. Orqanizm hərənin dərsi bir cürdür. Əslində 99% insanlara düşür və o qədər insanlar eləyib ki, bir saçın yerinə minini çıxarır. Nə də deyirəm, Allaha and olsun, bu bir tilsimdir, elə bil. Elə bilin ki, bir sehirli bir şeydir. Özünüz saçınızı dərinizə vurduqca bir həftə ərzində görəcəksiniz ki, nə qədər saç çıxdı. Amma bunu saçınıza vurmayacaqsınız. Bir də onu deyim ki, yoxlamamış etmirsiniz, burada edirsiniz. Bəlkə allergiyanız var, qızara bilər. Başda yara olanlar, bütün suallara indidən cavab verirəm ki, sonra cavab verə bilmirəm. Siz çoxsunuz, mən tək suallar gəlir, cavab verə bilmirəm. Çox xahiş edirəm, diqqətlə qulaq asın. Başında yarası olan, allergiyası olan olmaz və hətta sağlam olsanız belə, istər mən, istər kim nə deyir desin, burada vurursunuz, yoxluyursunuz. İndi deyəcəm, maskaya nə qatırsınız. Burada vurursunuz, bir 10 dəqiqə zat gözləyirsiniz, qızarmırsa, yandırmırsa çox pis dərəcədə başınıza vura bilərsiniz, saçınıza vurmursunuz. Ancaq dərinizi masaj edəcəksiniz, yandırıcı təsir göstərəcək, qorxmayın. Amma yenə də deyirəm, birinci 5 dəqiqədən başlayacaqsınız. İndi sizə bu maskanı, ucuz bir maskanı deməzdən qabaq çox xahiş edirəm, əsəbləşməyin. Bilirəm, nervlənirsiniz ki, Məryəm xanım, danışdığı yerdə belə deyirsən, amma sizin kimi dəyərli bacı qardaşlarıma, əziyyətimə dəyər verən bacı qardaşlarımın köməyinə ehtiyacım var. Mənim əzizlərim, hal-hazırda əgər səhifəmə takip, abunə deyilsinizsə, üstə gələ işarəsi var, ekranda görəcəksiniz, yumru şəklin üstündə o qırmızı, o üstə gələyi basın, takip olunun, abunə olunun səhifəmə, şərhlər yazın. Çünki ürəyi basın və şərhlər yazın, yaddaşa salın, göndərin dostunuza, tanışınıza, qoyun siz də savab qazanın. Çünki elə bir, hətta keçəl insanlar belə, illərdir keçəl olan insanların belə saçına tük çıxacaq. Sizin də mənə köməyiniz o olar ki, bu dediyim işləkləri elə indicə edin ki, bəzi paxıllar yansın, çünki səhifəmi blokka salmağa çalışırlar. Mənim əzizlərim, qarçitsanı yandırıcı olduğu üçün tək qarçitsanı vurmaq olmaz. Deməli, elə bir efir yağları var ki, görə dərinizdə qan devranını yaxşılaşdıracaq, gücləndirəcək. Ona görə də o saçınızın soğanaqlar var, folikulu var. Onlarda artım yaradacaq, ora oksigen yaxşı gedəcək, çox gözəl təsir göstərəcək o yandırıcı olduğuna görə. Çox bərk-bərk, deməli, qarçitsadan 2 xörək qaşığı yandırıcı olduğuna görə su və bir yumurta sarısı, bir də ya zeytun yağı, məndən olsa gənə gerçək yağı, yəni rus dilində kastorov masla, o da aptekdə satılır, 40 qəpik, 50 qəpik şüşəsi. Qatırsınız, qarışdırırsınız, xəmir halına gəlir və onu başınızı yumazdan qabaq, əvvəlcə yenə də deyirəm, ilk dəfə eləyirsinizsə 5 dəqiqə saxlamağınız bəs eləyəcək. Saçınızı aralayıb, bax, dərinizi yaxşı-yaxşı oxalayırsınız, sonra isə müddəti artıracaqsınız. Həftədə 2 dəfə eləyə bilərsiniz, sonra o saxlama müddətini artırıb 15 dəqiqə eləyə bilərsiniz, ən sonunda isə yarım saat saxlaya bilərsiniz. Qorxmayın, azca yandıracaq, çox ağrılı yandırırsa saxlamaq olmaz, demək ki, sizə düşmür. Amma adama
toxunma ləzzət eləyən bir yandırıcılığı olur. Saxlayırsınız başınızda yaxşı-yaxşı, deməli bir salafan keçirdib, üstdən bir dəsmaldan bağlayırsınız. Soyuğa verməyin başınızı, çox xahiş eləyirəm. 5 və yaxud 15 dəqiqə və yaxud sonra artıq örgəndikdən sonra yarım saat saxlayandan sonra başınızı yuyursunuz. Balzamla da yuyursunuz. Ən sonda balzam özünüz hansını işlədirsinizsə ondan yuyursunuz. Mənim məsləhətim ekrana qoyacağım. Şampununuzun hansı şampun olur olsun, neçə litrlik olur olsun fərq eləmir. 4 dənə mumiya tabletkası ekrana şəklini qoyacağım. Qara tabletkadır, qara kömür deyil. Aptekdən şəklini göstərib ala bilərsiniz. 5 dənəsini əzirsiniz, tökürsünüz şampununuzun içinə. Qutarana qədər o şampunla bəylər, xanımlar, evdə kim varsa hamı başını yuya bilər. Çünki mumiya qidalandırır saçımız üçün, saç dərimiz üçün bir nömrəli məlhəmdir. Bunu həmişə eləyə bilər, əlavə edə bilərsiniz şampununuza və bunu hamıya deyin, yenə də deyirəm, bütün qohum əqrabanıza göndərin. İnanın ki, mənim saçım, yenə də deyirəm, mən insan içinə çıxa bilmirdim utandığımdan. O dərəcədə tökülmüşdü, narkozlar tökmüşdü. 2 il yarım mən ağır üstünüzə sağlıq, yataq xəstəsi olmuşam 2 il yarım beyin əməliyyatımdan əvvəl. Çox ağır xəstə olmuşam, heç nə yeyib içmədiyim üçün vitaminlər çıxmışdı. Saçım lopa-lopa tökülürdü və ağır xəstəliklərimin ücbatından da tökülürdü. Ona görə də mən inanın ki, gözlə görüləcək dərəcədə. Bilirəm ki, gəlib yazacaqsınız ki, Məryəm xanım, Allah sizdən razı olsun, uşaqlara isə olmaz. Çox xahiş edirəm, 16 yaşdan aşağı eləməyin. 16 yaşdan yuxarı, dediyim kimi, yoxlamaq şərti ilə eləyə bilərsiniz, möcüzənin özünüz də şahidi ola bilərsiniz. Mənim əzizlərim, bir də onu deyim ki, mənim qızıl qaydalarımı bilmək istəyirsinizsə, mən sizə bunu ətraflı deyim ki, mən bir mütəxəssis olaraq, diyetolog, nutrisolog, Rusiyada təhsilimi almışam, mənim əzizlərim. Mən kitablardan düzdür, dayanmadan oxuyuram, gecəmi gündüzümə qatıb oxuyuram. Nəyin sizə xeyir olduğunu, ziyan olduğunu bildiyim üçün, özümə rəva bilmədiyimi sizə də rəva bilmirəm. Hətta 85 yaşında anama belə mən siyana çayıdır, acılıq otudur, dəvə gözü, maqni sulfat dozu ki, lap dəhşətdir, onları qadağan edirəm. Çünki mən bir mütəxəssis olduğuma bilirəm ki, mədə bağırsağınızın mikroflorasını pozur, immun sistemimizin 70%-nə cavabdehdir bağırsağımız. Siz də onu pozanda o çaylarla, o şamlarla, o klizma ilə və yaxud arıqlama çayı, arıqlama kofesi satmıram sizə qrupuma girəndə. Çünki mütəxəssis olaraq bilirəm dəhşət saçır. Su diyeti etdirmirəm sizə qrupuma girəndə. Çünki su diyeti bütün vitamin, minerallarınızı yuyur aparır. Aclıq olmaz. Çünki qanınız aşağı düşür, immun sisteminiz çökür və xəstəliklərə qucaq açmış olursunuz. Əl-xüsusda xərçəng xəstəliyinə. Mənim əzizlərim, mənim qrupum 90% diyetologlardan fərqli olaraq bircə dəfə 20 manat alıram. İli 20 manata bir dənə məndədir. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır mənim əzizlərim. Deyirsiniz ki, Məryəm xanım, addıma bir diyetologlar var. Bəs sizi niyə görə bu qədər sevirlər? Çünki mən hər ay pul almıram və heç kimə dərman yazmıram. Köpürəm deyənlərə demirəm ki, hər gün Allahol iç. Nəyə görə? Çünki bilirəm ki, Allahol hər gün pankreatin, mezinforti, qara kömür içəndə sonra mədə altı vəzni sizə ferment verməyəcək. Ona görə bunlar hamısı mənim qrupumda qadağandır. Qızıl qaydalarımı paylaşıram. Qızlar, bütün gözəllik sirlərimi sizlərlə bölüşürəm. Gözəlliyinizin üstünə gözəllik gələcək. Artıq dediyim kimi hər yerdə danışırlar mənim haqqımda. Maşallahlar olsun sözün əsl mənasında. Girib şərhləri, bəzi paxıllar oxuya bilərsiniz ki, minlərlə yox, milyonlarla dualar yazılır. Çünki insanlar gözlə görüləcək dərəcədə nəticələr əldə edirlər. Xolesterolunuz aşağı düşəcək, zəhərli triqliserid yağlarınız aşağı düşəcək. Amma statin tərkibli dərmanlar içmədən tam sağlam həyat tərzi ilə yekə qarından da azad olacaqsınız. Necə ki, bağırsağınız saat kimi işləyəcək. Bu özü böyük bir xoşbəxtlikdir. Amma nömrəmi istər kənddən, istər şəhərdən, rayondan, xarici ölkədən, Rusiyadan, hardan yazırsınızsa yazın mənim əzizlərim. Diqqətli olun. Nömrəmə heç bir əlavələr eləməyin, dəyərli bacı qardaşlarım. Necə tələffüz edirəmsə, o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.